Salam hörmətli yoldaşlar, mən Rahib Yüzbaşov söz verdiyim kimi müsahibə hazırlıq təliminin 7-ci bölümünü hazırlayaraq sizlərə təqdim edirəm. Bildiyiniz kimi müsahibələrdə səthən mütəxəssislərinə verilən suallardan biri də budur. Düşən obyekt nədir və ya buna dair hansı təhlükəsizlik tədbirləri görməliyik? Biz də səthən mütəxəssislərinin çox saylı müraciətlərini nəzərə alaraq bugünkü mövzumuzu düşən obyektlərə həsr etmişik. Gəlin keçid edək suallarımıza. Düşən obyektlər hansılardır? Düşən obyektlər ilkin mövqeyindən daha aşağı səviyyə düşərək personalların zədələnməsinə, hətta ölməsinə, yəni ölümlə üzləşməsinə və ya avadanlıqların zədələnməsinə səbəb olan əşyalardır. Düşən obyektlər əsas neçə növə bölünür? Düşən obyektlər əsas 2 növə bölünür. 1. Statik düşən obyektlər, 2. Dinamik düşən obyektlər. Statik düşən obyektlər hansılardır? Statik düşən obyektlər xarici qüvvə olmadan yalnız öz çəkisi, yəni cazibə qüvvəsi ilə hərəkətsiz vəziyyətdən düşən əşyalardır. Əsas səbəblər korroziya, vibrasiya və ya strukturun sıradan çıxmasıdır. Şəkildə bir neçə nümunəni sizə göstərəcək ki, sizə daha açıq, aydın olsun. Müəyyən hansısa bir platformada və yaxud da qurğuların üzərində təzyiq altında işləyən avadanlıqları biz görə bilərik ki, onlar müəyyən vibrasiyalar törətmiş olur və beləliklə də o qurğuların üstündə olan botlar və ya qaykalar yüksək təzyiq olduğu üçün vibrasiya nəticəsində açılaraq aşağı düşür və beləliklə düşən statik obyekt olur və insanları zədələyə bilər. Dinamik düşən obyektlər hansılardır? Dinamik düşən obyektlər toxunma, ilişmə, yük qaldırma zamanı və ya yüngül külək kimi xarici qüvvənin təsiri nəticəsində düşən əşyalar, alətlər və ya avadanlıqlar ola bilər. Şəkildə bir neçə nümunələri sizə göstərəcək ki, daha açıq, aydın şəkildə siz düşən dinamik obyektlər barədə informasiya əldə edə biləsiniz. Yoldaşlar, alətlər qutusunda müxtəlif alətləri siz görə bilərsiniz. Burada mişər, çəkic və yaxud da burğac və digər alətləri görə bilərsiniz ki, hansı ki, bunları biz iş sahələrində yüksəklikdə istifadə edirik və bunlar düşən dinamik obyekt sayılır. Digər düşən dinamik obyekt, misal üçün yük qaldırma zamanı hər hansısa bir metal hissəsi ola bilər və yaxud da ki, hər hansısa bir qutuda hansısa bir kiçik materiallar ola bilər, inşaat materialları ola bilər ki, onlar düşərkən şəkildə gördüyünüz kimi ölüm törədə bilər və digər taxtabənd, misal üçün hissələri, materiallar ola bilər və ya taxta sütunları ola bilər və ya döşəmələrdə süpürgəliklər olmadıqda, misal üçün kərpic qırıntıları da ola bilər ki, hansı ki onlar da sərt olduğu üçün insanın üzərinə düşərkən xəsarət insanlar ala bilər. Və başqa nümunələr desək, misal üçün biz hörgü daşlarını deyə bilərik, şəkildə gördüyünüz kimi necə dəbilqəni dərib içəri keçmişdir və ya hər hansısa bir damı sökərkən taxta parçaları ola bilər və ya hər hansısa bir ambarda, hər hansısa bir qutuları daşıyarkən, yer dəyişərkən və ya çəkərkən onların aşması dinamik düşən obyekt hesab olunur və həmçinin hər hansısa bir kimyəvi ambarda, rəflərdə olan, çəlləkdə olan kimyəvi maddə ola bilər ki, bunlar da düşən obyektlərdir. Həmçinin nərdivan ola bilər ki, hansı ki, duvara sökülmüş nərdivan aşarkən insanın üzərinə düşüb, insanı zədələyə bilər. Yoldaşlar, düşən obyektlərə dair statistikalar bizim üçün önəmli olduğu üçün bizim bölmədə buna da yer vermişik. Amerika Birləşmiş Ştatlarında 2023-cü ildə tikinti sahəsində ölüm sayı 10.075 nəfər olmuşdur və qeyd olunan informasiyaya görə 1/4 hissəsi düşən obyektlərin nəticəsində olmuşdur. Yəni 10.075 nəfərdən ölən 1/4 hissə düşən obyektlərin səbəbi ilə olmuşdur. Və digər zədələnmələrə nəzər salsaq, hansı ki, yüngül
qeydə alınmış zədələr 50 mindən yuxarı olmuşdur və gündəlik hesablamaya baxsaq, bir gündə 116-ya yaxın düşən obyektlərdən zədələnmələr olmuşdur ki, hansı ki bu da 10 dəqiqədən bir düşən hər hansısa bir obyekt deməkdir. Və biz digər ölkələrin statistikasına da baxdıqda biz görürük ki, düşən obyektlər həqiqətən də ciddi xəsarətlər törədir. Misal üçün, Böyük Britaniyada biz qeydlərə baxdıqda düşən obyektlər keçən ildə hər hansısa xəsarətlər qeydə alınıbsa, o xəsarətlərin demək olar ki, tam yarısını düşən obyektlərin nəticəsində qeydə almışdılar və həmçinin Avstraliya olsun və yaxud da ki, hansı ki digər Avropa ölkələrində də bu qeydlər müşahidə olunmuşdur. Və biz düşən obyektlərin hansı ki faktorlarına baxsaq ki, bu hadisələrin səbəbləri nələrdir və baxıb görürük ki, demək olar ki, tam yarısı insan faktorudur. Yəni, insanlar bəzən görürsən ki, arxain olurlar ki, düşməz və yaxud da ki, düşən obyektlərə dair informasiyaların kifayət qədər olmaması, hər hansısa bir aləti harasa qoyurlar, unudurlar və beləliklə də düşmə müşahidə olunur. Və digər səbəblərə diqqət yetirsək, lövhədə görsəndiyi kimi, misal üçün, alət və avadanlıqlar əl və ya işçinin bədəninə bağlanmaması, ərazinin hasarlanmaması, xəbərdar edici lövhələrin təmin edilməməsi, müvafiq təlimlərin keçirilməməsi, bildiyiniz kimi təlim çox önəmli bir şeydir. Çünki təlimdir insanı savadlı edən, misal üçün, hər hansısa bir insan təhsil alanda fikir verirsiniz, insan həkim ola bilir, mühəndis ola bilir və ya mütəxəssis ola bilir. Ona görə də mütləq hər bir sahədə, təkcə düşən obyektlərdə deyil, digər sahələrdə biz işçilərə müəyyən təlimlər keçməliyik, onlara informasiya verməliyik ki, onlar həmin düşən obyektlərlə üzləşdikdə o obyektləri kənarlaşdıra bilsinlər və ya onlara qarşı özlərini qorumuş olsunlar. Və həmçinin döşəmədə süpürcəliyin olmaması və ya döşəmədə boşluqların örtülməməsi və ya iş yerlərində təmizlik işlərinin aparılmaması da hansı ki düşən obyektlərin səbəblərindən biri ola bilər. Eyni zamanda hansı ki bu iş üçün nəzərdə tutulmuş metodika icra olunmadıqda da müəyyən səhlənkarlıqlara yol verilir. Misal üçün, hər hansısa bir avadanlıqlar yerə müəyyən qurğularla və yaxud da ki, hansısa bir metodika ilə aşağı salınmalıdır. Lakin işçilər metodikadan kənar hər hansısa bir alətləri yerə atırlar və beləliklə də bu da düşən obyektlərə bir səbəb olur və beləliklə də insanların xəsarət almasına gətirib çıxardır. Gördüyünüz kimi müəyyən bir daha ciddi bir səbəb hansı ki göstərilir. Xəsarətin digər bir səbəbi isə düşən obyektlərin istiqamətinin dəyişməsidir. Belə ki 30 metr hündürlükdən düşən və bir maneəyə dəyən obyekt 60 metrdən çox məsafəyə və saatda 100 kilometrə yaxın sürətlə kənara sıçraya bilir ki, bu da insanın ciddi şəkildə xəsarət almasına səbəb ola bilər. Növbəti sualımız yoldaşlar, düşən obyektlər hansı təhlükələrə səbəb ola bilər? Düşən obyektlər bir çox hallarda iş yerlərində insanların zədələnməsinə və ya ölüm ilə üzləşməsinə və avadanlıqların zədələnməsinə səbəb ola bilər. Hətta kiçik bir əşyalar belə cazibə qüvvəsinin yaratdığı sürətlənmə səbəbindən ölümcül ola bilir. Və ölümcüllüyə baxsaq, təxminən 1 kilo 400 qram çəkisi olan bir cisim 9 metr hündürlükdən düşərsə, statistikanın göstərdiyi nəticəyə görə həqiqətən də ölümcül ola bilir. Və yerli qanunvericiliyin və beynəlxalq təşkilatların düşən obyektlərə qarşı müvafiq tədbirlərinə və yaxud da ki, bizə verdikləri qaydalara, tövsiyələrə diqqət yetirsək, biz görə bilərik ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin və Nazirlər Kabinetinin hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydalarından, yəni bu qayda 2016-cı il 10-cu ay 2024-də hansı ki təsdiqlənmişdir, 20.01.005
qaydada bizə nə deyir? Bu qaydada bizə bildirilir ki, alətlər, materiallar və digər düşən obyektlər bağlanmalıdır və ya kənarda saxlanmalıdır. Misal üçün, alətlər qutusunda ola bilər və yaxud da heybədə ola bilər, hansı ki, onların düşməsinin qarşısı alsın və ya xüsusi vasitələrlə bərkidilməlidir. Eyni zamanda aşağı yerlərdə, misal üçün, hansı ki, yüksəklikdə işlər görülür və onların aşağı sahəsi təhlükəli zona elan edilməlidir və həmçinin həmin ərazi hasarlanmalıdır və xəbərdar edici lövhələrlə təmin edilməlidir. Döşəmədəki boşluqlar örtülməlidir və kənarlar süpürgəliklərlə təmin edilməlidir və orada işləyən işçilər hansı ki alətlərlə işləyirlər, müvafiq fərdi mühafizə vasitələri ilə təmin edilməlidir və kollektiv mühafizə vasitəyə də ehtiyac olduqda bunlarla da təmin edilməlidir. Burada biz fərdi mühafizə vasitələri dedik ki, hansı ki minimum fərdi mühafizə vasitələrindən əlavə olaraq əl qayışları da bura daxil edilməlidir. Və beynəlxalq standartlara diqqət yetirdikdə, Amerika Birləşmiş Ştatlarının dövlət qurumlarının müəyyən qaydalarına diqqət yetirdikdə, Azərbaycan Respublikasının qanunvericiliyində qeyd olunduğu kimi onlar da bizə bunu tövsiyə edirlər. Onlar da tövsiyə edirlər ki, yüksəkliyə çıxan işçilər mütləq təlimlər keçməlidirlər və eyni zamanda onlar əl alətləri istifadə edirlərsə, əl alətlərinin düşməsinin qarşısını almaq üçün onlar müəyyən qayışlardan istifadə etməlidirlər ki, düşən obyektlərin qarşısını alsınlar. Düşən obyektlərə dair hansı ki müəyyən təcrübəmizdə onları görmüşük və müvafiq tədbirlər görmüşük ki, bunlar da öz nəticələrini veriblər. Onları sizlərin nəzərinizə çatdırıram. Biz lövhədə yüksəklikdə görülən işlərin ətrafında müəyyən hasarlanma görürük. Bu hansı ki hasarlanma işçilərin ora gəlməsini və ora daxil olmasını neytrallaşdırır və eyni zamanda biz həmin hasarların üzərində müəyyən lövhələr təmin etməliyik ki, işçilər həmin bu düşən obyektlər barədə və yaxud da orada tələb olunan müəyyən tələblər barədə məlumatlı olsunlar ki, o əraziyə daxil olarkən orada olan, mövcud olan təhlükələrdən xəbərdar olsunlar. Eyni zamanda biz düşən obyektlərin qarşısını almaq üçün biz xüsusi hansı ki qurduğumuz platformalarda, döşəmələrdə gördüyünüz süpürgəliklərdən istifadə etməliyik ki, misal üçün istifadə etdiyimiz hansısa bir alət döşəməyə düşərkən o gəlib yerə düşməsin və biz bu döşəmələrdə olan süpürgəliki bütün yüksəklikdə olan işlərə istifadə etməliyik ki, həmin o süpürgəlik ərazidə hansısa bir işçi oradan keçərkən işçinin üzərinə düşməsin. Eyni zamanda düşən obyektlərin qarşısını almaq üçün və düşən obyektlərdən insanların xəsarət almaması üçün biz üst-üstə işləyən işçiləri, üst-üstə düşən işçilərin qarşısını almalıyıq. Yəni, işçilər üst-üstə işləməməlidir. Bu şəkildə gördüyünüz, mən Saudiyada olduğum vaxtı ərazini müşahidə eləyərkən qeyd etmişdim. Hansı ki, 4-5 dənə işçi üst-üstə işləyir və beləliklə də düşən obyektlərə bir zəmin yaranır ki, istənilən bir işçinin əlindən hər hansısa bir obyekt düşərsə, digərlərini də ciddi şəkildə zədələyəcək. Ona görə də biz çalışmalıyıq ki, işçilər üst-üstə işləməsinlər. Onlar, misal üçün, yuxarıda işləyən işçi tamam başqa bir işə yönəldilməlidir və ya yuxarıda işləyən işçinin işi daha vacibdirsə, aşağıda işləyən işçilər digər yerlərdə işləməlidir və ya işin metodikası dəyişməlidir. Və həmçinin düşən obyektlərin qarşısını almaq üçün biz müəyyən qutulardan və yaxud da ki, alət qablarından istifadə edə bilərik ki, düşən obyektlərin qarşısını alaq. Və eyni zamanda biz düşən obyektlərin və yaxud da ki, alətlərin qarşısını almaq üçün biz təhlükəsizlik qayışlarından və ya saxlayıcı qayışlardan istifadə edə bilərik. İngiliscə buna tool lanyard deyirlər ki, bunlar müəyyən təhlükəsizlik avadanlıqları satılan dükanlarda əldə edə bilərsiniz və beləliklə də siz hər hansısa bir açarlardan və yaxud da ki, digər alətlərdən, avadanlıqdan istifadə edərkən bu təhlükəsizlik qayışlarını onlara bağlamaqla yüksəklikdə istifadə edə bilərsiniz. Müxtəlif biz nümunələr sizə göstəririk ki, sizə daha açıq, aydın şəkildə izah olunsun. Misal üçün, burğac ola bilər və yaxud da ki,
hansı ki ölçü cihazları, metrələr ola bilər. Hətta siz telefonlarınızın da düşməsinin qarşısını almaq üçün müəyyən qayışlardan istifadə edə bilərsiniz. Misal üçün, digər bir nümunə direl cebliyi görürsünüz ki, hansı ki bu da xüsusi olaraq direl üçün nəzərdə tutulub və beləliklə siz öz kəmərinizə bərkitməklə, əgər əlinizdə hər hansısa bir direl istifadə edərsinizsə, düşərsə, beləliklə o düşmənin qarşısını alacaq. Və bəzən biz görürük ki, elə alətlər var ki, onlarda qayışların və ya karabinlərin keçirilməsi üçün yerlər olmayır. O zaman biz şəkildə gördüyünüz kiçik ölçülü ilmələr var ki, hansı ki bu ilmələrdən istifadə edərək biz alətlərə onları bağlayırıq və sonra qayışlardan istifadə edərək biz həmin alətlərdən yüksəklikdə istifadə edə bilərik. Və biz həmçinin alət və kiçik materialları bəzən görürsən ki, yüksəkliyə qaldırmalı oluruq. Yaxşı, biz hər hansısa bir alət və kiçik materialları yüksəkliyə necə qaldırmalıyıq? Biz şəkildə gördüyünüz müəyyən bir nümunələr sizin üçün təyin etmişik ki, hansı ki bunlar sertifikatlı çantalardır, kisələrdir ki, bunlar xüsusi olaraq alətlərin və ya kiçik materialların yuxarı qaldırılması üçün nəzərdə tutulub. Və biz bu kisələrdən və ya bu çantalardan istifadə edərək yuxarı kiçik avadanlıqları və ya alətləri qaldıra bilər. Misal üçün, müəyyən açarlar olsun, kəlbətin olsun, direllər olsun və ya hər hansısa bir taxtabənd kiçik aksesuarları olsun, biz onları bu çantalar vasitəsilə yuxarı qaldıra bilərik. Yaxşı, bu çantaları hansı qurğularla, hansı avadanlıqlarla qaldırmalı? Bəzən görürsən ki, insanlar müəyyən əziyyət çəkərək kəndirlərlə qaldırırlar və beləliklə də döşəmənin küncünə çox yaxınlaşırlar ki, hansı ki onların özləri də oradan düşə bilər. Ona görə də sizin üçün təhlükəsiz metodikanı təyin etmək üçün bu qurğunu nümayiş elətdiririk ki, hansı ki bu qurğu sırf hansı ki aşağıda olan alətlərin çantalar vasitəsilə qaldırılması üçün təyin olunmuşdur. Bax, bu qurğularla siz o çantaları aşağıdan yuxarı döşəmənin üzərinə qaldıra bilərsiniz. Başqa nümunələr görsətsək, hansı ki fərqli qurğular var, hansı ki alətləri aşağıdan yuxarı qaldıra bilər və eyni zamanda, misal üçün, taxtabənd materialları ola bilər, taxta və yaxud da hansısa borular ola bilər ki, və ya müəyyən avadanlıqlar olar ki, siz bu qurğularla rahat şəkildə qaldıra bilərsiniz. Və bu şəkildə, hansı ki, mənim digər bir projedə adid vaxt müşahidə elədiyim bir şəkildir, praktikada gördüyümüz bir şəkildir. İşçi yuxarı qalxarkən 3 dayaq nöqtə qaydasını pozaraq, bir əlində armatur və digər əlində isə nərdivandan tutaraq yuxarı qalxır və beləliklə də hansı ki zəmin yaradır ki, düşən obyektlər hansısa insanlara xəsarət yetirsin, hətta özü də düşüb xəsarət ala bilər. Yaxşı yoldaşlar, başqa, misal üçün, bəzən görürsən ki, yuxarıda müəyyən mayələr qaldırmaq lazım olur və ya kiçik kərpiclər qaldırmaq lazım olur və onlar üçün də sizə müəyyən şəkildə nümunələr göstəririk ki, bax, bu şəkildə siz qurğulardan istifadə edərək yuxarı istədiyiniz mayələr olsun, kərpiclər olsun və kiçik ölçülü materiallar olsun, bu şəkildə qaldıra bilərsiniz. Yaxşı yoldaşlar, biz düşən obyektlərin qarşısını almaq üçün hansı əlavə təhlükəsizlik tədbirləri görməliyik? Biz ərazidə monitorinq təşkil etməliyik ki, biz müəyyən eləyək ki, düşən obyektlər nələrdir və o obyektlərin qarşısını necə ala bilərik? Eyni zamanda biz bu düşən obyektlərə dair müəyyən risklərin qiymətləndirilməsini aparmalıyıq ki, biz müəyyən təhlükələri müəyyən edək və riskləri müəyyənləşdirək və orada hər hansısa bir risklər varsa, o riskləri minimuma indirək. Necə minimuma indirəcək? Hansı ki, biraz öncə sizə göstərdik, müəyyən süpürgəliklər və ya barikadalar və ya lövhələr və yaxud da ki, alətlərin saxlanması üçün müəyyən çantalar və yaxud da qablar və yaxud da biz hansısa müəyyən təlimlər keçməklə, insanlara informasiya verməklə və düzgün metodikanı onlara izah etməklə. Və həmçinin biz hansı ki işçilər yüksəklikdə işləyirlər, biz onlara xüsusi düşən obyektlərə dair
müəyyən təlimlər keçməliyik ki, onlar düşən obyektləri düzgün şəkildə dəyərləndirə bilsinlər və onlardan düzgün istifadə qaydasını bilsinlər. Təkcə bu iş ərazisində deyil, eyni zamanda biz ofisdə də müəyyən düşən obyektlər görürük ki, misal üçün hansısa bir şkafın üzərinə qutular qoyurlar və yaxud da elə alətlər qoyurlar ki, onlar düşə bilər. Onlar barədə ofis işçilərinə və eyni zamanda sahədə olan işçilərimizə də informasiya verməliyik. Yəni təlim keçməliyik ki, onlar da düşən obyektlər barədə və təmizlik barədə informasiya əldə etsinlər. Və eyni zamanda biz yüksəklikdə olan müəyyən boşluqlar var ki, onların üzərinə müəyyən torlar qoymaqla düşən obyektlərin qarşısını ala bilərik. Baxmayaraq ki, şəklimizdə düşən hansı ki tor görsənir, onların aralığı iridir. Kiçik aralığı olan torlar da var ki, kiçik alətlərin də qarşısını ala bilir. Və həmçinin biz düşən obyektlərin qarşısını almaq üçün iş yerlərimizdə, döşəmələrin üzərində və xüsusən də künclərdə təmizlik işləri aparmalıyıq ki, düşən obyektlərə zəmin yaratmayaq. Mütləq işdən öncə, iş vaxtı və işin sonunda müəyyən təmizliklər aparmaq lazımdır ki, hansı ki düşən obyektləri oradan götürək, söküntü zamanı hansısa bir material ola bilər, alətlər ola bilər ki, onlar düşməsinlər. Güman edirəm ki, bizim bu təlimimiz sizin üçün faydalı olacaq. Siz müsahibələrdə müsahibəçilərin suallarına düzgün şəkildə cavab verəcəksiniz və bu təlimə baxdıqdan sonra öz müəssisənizdə, təşkilatınıza düşən obyektlərə dair lazım olan müvafiq tədbirləri görmüş olacaqsınız ki, bu da bir effektiv olacaq. Biz bu təlimləri hazırlamaqda bildiyiniz kimi məqsədimiz yalnız Azərbaycan Respublikasında olan gənc mütəxəssislərə kömək etməkdir. İnanın, bu bizi o qədər çox sevindirir ki, hansı ki bizim şəxsi tanımadığımız insanlar olur ki, bizim nömrələrimizi tapıb bizə təşəkkürlər edirlər ki, biz müsahibələrdən öncə HC Body kanalına baxaraq biz maarifləndik, informasiyalar əldə etdik və beləliklə də müsahibələrdə bu suallara yer verilmişdi deyə biz də düzgün cavab verdik və beləliklə iş əldə etmişik və ona görə də sizə təşəkkür edirik. Və bu bizi çox qürurlandırır, çox sevindirir. Ona görə də sizlər də bu işlərdə bizə dəstək göstərirsiniz, ən azı baxmaqla, paylaşım etməklə, digər hansı ki informasiya əldə etmək insanlara dəstək göstərirsiniz. Sizə də öz təşəkkürümüzü bildiririk və çalışaq ki, Azərbaycan Respublikasında olan gənc mütəxəssislərə ən azından hər hansısa bir təlim vasitəsilə ödənişsiz, təmənnasız bir köməklik edək ki, onlar da öz ailələrinə müəyyən bir gəlir apara bilsinlər, beləliklə insanlar xoşbəxt olsunlar. Diqqətinizə görə təşəkkür edirəm. Növbəti bölümlərdə görüşənə qədər sağ olun.